Hər vaxtınız xeyir Futqaz TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov, deməsən olmur verilişinin növbəti buraxılışını təqdim edirəm. Hər zaman olduğu kimi bu dəfə də qarşıdakı müddət ərzində Azərbaycan futbolunda, xüsusilə son bir həftə ərzində dünya, eləcə də Azərbaycan futbolunda cərəyan edən hadisələrə toxunacağıq. Təbii ki, hər zaman qonağımla bərabər müzakirələr aparıram. Bu dəfəki qonağım isə Azərbaycan futbolunun tanınmış simalarından biri, Turan Tovuzun sabiq kapitanı və bu günlərdə də yeni klubu müəyyənləşəcək. İnşallah Şəhriyar Əliyevdir. Kapitan, hər vaxtın xeyir, xoş gəlmişsən, nə var, nə yox? Çox sağ olun, yaxşıyam, təşəkkür edirəm. Dəvət etdiyiniz üçün minnətdaram, yaxşı hər şey, çox sağ olun. Ümumiyyətlə, təşəkkür edirəm ki, vaxt ayırıb, bilirik ki, bu artıq transfer danışıqlarının belə bir sıx qrafikada olduğu bir müddətdə zaman ayırıb bizim verilişimizə qonaq gəlmişsiniz. İlk növbədə dərin təşəkkürümü bildirirəm. Elə istərdim elə başlayaq. Şəhriyar Əliyev niyə Turan Tovuzla müqavilə uzadılmadı? Kapitan niyə gəmini tərk etdi? İlk öncə bir daha təşəkkür edirəm dəvətiniz üçün. Buyur. Kontrakt məsələsində yenə deyirəm, yəni düzdür, bu haqda müsahibə vermişdim geniş. Baş məşqçinin qərarı olur komandada futbolçunun qalmağı. Düzdür, bəlkə də indi baş məşqçinin öz fikirləri var, öz futbol düşüncələri var. Bəlkə də bir müddət sədədə olmağım, yəni baş məşqçinin fikrini belə qərar verdi. Yenə deyirəm, yəni xoşluqla ayrılmışıq. Yəni Turan Tovuzda çox gözəl 4 il keçirmişəm, o komanda üçün çalışmışam, hər şeyimi verim. Sonunda şükürlər olsun, yəni komanda Avropa kuboklara qazandı. Gedə bilməsə də, yəni əsas istəyimizə çatdıq. Yəni mehribançılıqla ayrılmışıq. İndi inşallah qarşıda yaxın müddətdə də yeni komandan bilinəcək. Siz ümumiyyətlə futbolçuluq karyeranız dövründə, yəni çox önəmli mütəxəssislərlə çalışmısınız. Yəni baş məşqçilik dövrünə təsadüf edib, yəni oynadığınız klublarda forma giydiyiniz dönəm. Yəni ən çox diqqət cəlb edən mütəxəssislərdən, məsələn Berdiyev. Berdiyev digərlərindən nə ilə fərqlənirdi? Müsbət və təbii ki, yəni hər bir insan tam müsbət ola bilməz, mənfi cəhətləri də var, aydın məsələdir. Ümumi nə diqqət cəlb edirdi? Yəni deyərdim, yəni çox böyük mütəxəssislərlə işləmişəm. Berdiyevin də öz futbol sistemi var. Ən əsas disiplinə önəm verən adamdır hər bir şeydə. Yəni bəlkə ən yüngül bir şey deyim, məsələn, çox adam önəm verməz. Cuza çəkində, məsələn, cuzu çəkin olsa, bəlkə çəkivə görə də oynatmır. Bax, elə bir şeyə görə fikir verən adamdır. Yəni bizdə, düzdür, əvvəlki klublarımda, məsələn, yağ ölçümü bizdə, məsələn, olmayıb. Amma məsələn, biz Qurban Berdiyevin gəlişindən sonra görmüşük ki, məsələn, yağ ölçümünə fikir verirlər. Orada 1%-nin, yarım faizinin önəm verdiyini görmüşük. Mən ən əsas deyərdim ki, onun disiplinasıdır. Belə çox bəlkə danışmağı sevmir, amma bütün günü demək olar, hər həftədə bəlkə 5 dəfə analizimiz olurdu. 5 dəfə. Bəlkə də oyundan, bəlkə oyunun bir günü, oyunun səhər günü bərpa məşqindən sonra analiz olunurdu, amma belə bəlkə həftədə 5 dəfə analizlərimiz olurdu. İclaslarımız daha vaxt çəkirdi, yarım saat. Birinci olan elə vəbşi deyərdim, dəhşət olurdu. Çünki yorulmurdunuz iclasdan. Elə olurdu ki, inanın ki, elə olurdu ki, müdafiəçilərə iclas keçirdi. Düz onda hələ tam bazamız hazır olmamışdı. Müdafiəçilərə iclas keçirdi. Məsələn, müdafiəçilər saat məşq 5-də idi, müdafiəçilər saat 11-də yığışırdı. Müdafiəçilərə ayrı iclas olurdu. Müdafiəçilər işləmək üçün. Oradan çıxırdıq, gedirik komandanın iclasına. Gün ərzində oldu ki, 2 saat iclas olurduq, həqiqətən. Biraz yorğunluqları var idi. Meydandan çox iclaslar çıxırdı. İclaslarda bizi başa salırdı və necə deyim, yəni tələb eləyirdi. Yəni məşqinə tələb eləyirdi ki, nəyi başa düşmürsünüzsə, iclasda mənə deyin, mən sizə izah edeyim ki, xırda detalları sizə izah edeyim. Bəli. Elə mundial davam eləyir. Mundialla bağlı danışaq. Yəni artıq belə deyərdim, çox təəssüflər olsun ki, Türkiyə millisi mübarizəni erkən dayandırdı. Artıq yəni sonuncu ABŞ ilə maç formal xarakter daşıyacaq. Ümumi necə dəyərləndirirsiniz bu mundialda diqqət çəkən rəqiblər və Türkiyə millisinin uğursuz çıxışı, sizi təəccübləndirən kollektivlər? İlk öncə hər birimiz düşünürəm ki, Türkiyədə dəstək olurduq. Düzdür, uduzmaqları bizi məyus elədi, amma necə deyim, mənim öz fikrimə görə türklərə belə ümidim yox idi genəldə məğlubdan çıxalar. Çox qazdı gedirlər. Sonra da yəni ümidim yox idi qrupdan çıxmaqlarına. Suları süzülə qayıdırlar. Belə məni deyərdim ki, təəccübləndirəcək komandada mən belə Norveçə düşünürəm ki, Norveç nəsə eləyəcək.
nələrsə bir nə deyim, yarım final oynayar, bəlkə final da oynayar, amma məni təcrübələndirəcək komanda Norveçi düşünürəm. Norveçi, bəli. Amma özüm İspanlara az keş deyirəm. Aha, bəli, İspaniya. Düşünürəm bu il amma Fransa çempion olacaq. Fransa. Yəni mən belə düşünürəm. Fransızların heyəti həqiqətən çox mükəmməldir. Ehtiyat oyunçular skamyası da çempionluq oynayar orada. Ayrıca bir yığılacaq. Doğrudan elə bir geniş heyəti var. Düşünürəm Fransa ən necə deyim, çempion olaraq komandalardan birincisi. Və bir növ mundiala gedirik, oradan Azərbaycana qaydırıq. Yeni klubunuzla bağlı nə yenilik var? Hansı klubların, ölkə daxili bilirəm təklif çoxdur. Amma sizin bir legioner həyatı yaşamaq kimi bir istəyiniz var. Bununla bağlı nəsə səhv eşitməmişəm. Yəni belə xəbər gəlib çatıb. Bununla bağlı nə deyə bilərsiniz? Düzdür, danışıq etdiyimiz komandalar var başda, amma yenə deyirəm, yəni bu işlə menecerlər məşğuldur. Düzdür, ölkə xaricində bir komanda var, danışıq gedir. Ayın əslində 20-si 21-i getməli idim. İndi biraz uzanır, 25-26-sı belə bir civarda getməliyəm. Gözləyirik indi. Bəlkə deməyəm düzgün deyil, komandanın adını inşallah alınma sonra hər kəs bilər, amma belə Türk dilli dövlətdir. Bəli. İnşallah Allah nəsib edər. Və adətən bizdə Azərbaycanda yəni bu mövcuddur. Yəni yaş 34 falan oldu, 34-35 deyirlər ki, artıq futbol üçün yəni yaşlıdır, qocadır. Bunu xatırlayıram, illər öncə Rəşad Sadıqova da deyirdilər, xatırlayırsansa. Bunu nə bilim Ruslan Abışov üçün də deyirdilər ki, yaş artıb, bu yaşdadır. Yəni sən necə düşünürsən? Yəni Rəşad Sadıqov. Mən bu günlərim 40 yaşında, Messi 39 yaşında dünya çempionatında. Futbolçu elədir ki, yəni ilk öncə özünə fikir verməlidir, həm rejiminə, həm çəkisinə hər şey fikir verməlidir. İdeal formada qalmaq üçün, yəni düşünürəm ki, yəni normal insandan yaşamı başqa cür olmalıdır, fərqli olmalıdır. Məsələn, futbol oynadığımız dövrdə də məsələn elə olur ki, məsələn dostların çağırır, oturasan, amma sən gedə bilmirsən. Çünki sən yatmalısan, vaxtında durmalısan ki, səhər məşqə svej gedəsən, necə deyim, yəni gecə sən 3-də 4-də yat, səhər 10-da məşq eləyə bilmərsən. Onca orqanizm bir müddətdən sonra dayanır. Düz indi bu yaş səhifətinə gələndə düzdür. Rəşad Sadıqov azman futbolçunun böyük bir işlər görüb. Həmçinin Ruslan Abışov son dövrlərdə bizdə Qurban Bəyədiyevin köməkçisi idi. İnan ki, futbol oynayanda elə olur ki, zədəli futbolçularımız çox olurdu. Yəni Ruslan Abışov bizdə futbol oynayırdı. Bəzən yan-yana düşürdü. Həqiqətən baxırdın ki, yəni qocalmayıb. Həqiqətən həm oynasa bu dəqiqə oynayar. Oynasa oynayarsın ki, məşqlərdən baxırsan, inan ki, elə olur ki, məşqdən 1 saat qabaq gəlib görürük. Çox məşq eləyir. Özə daha bir şey verən adam. Mən də deyirəm, yəni futbol oynamaq istəyirəm. Elə bir yaş dövrüdür. Həm təcrübən öz sözünü deyir, təcrübə gəlir. Yaş artdıqca təcrübən çoxalır. Yenə deyirəm, hələ ki, yəni özümdə gücüm var, gücümü hiss edirəm inşallah. Nə vaxtsa görsəm, məsələn, oynaya bilmərəm, onda bəlkə də bu çıxarım muhtarım. Amma ki, hələ ki oynamaq istəyirəm. Bəli. Və gələk Turan Tovuzda bu kasla bağlı məsələ müraciət olundu. Avrokuboklardan kənarda qaldı. Ümumiyyətlə bu periodda yəni mövsüm başa çatanadək bu məsələ ilə bağlı nəsə bir klubda yəni belə söz-söhbət falan yox idimu? Yəni çünki bizim əldə etdiyimiz son olaraq məlumat ondan ibarətdir ki, əziz tamaşaçılar, bunu biz Futbol Ofisi TV-də müzakirə zamanı tanınmış idman hüquqşünası Elcan Həsənli ilə bunu danışdıq və əminliklə dedi ki, klub rəhbərliyinin bununla bağlı xəbəri var idi, məlumatlı idi. Sadəcə olaraq bunu ictimaiyyətdən gizlin saxlamağa çalışdılar ki, yəni nəsə kasa gedib fərqli formada həll edilər. Yəni bu məsələ biraz çox geniş belə müzakirə olundu. İndi normaldır, 2019-da olub belə bir hal. Yəni uzaqlaşdırılıb. İndi UEFA-nın qərarı budur. Yəni burada yəni hazırki Turan Tovuz rəhbərliyinin dövründə, dönəmində olmayıb. Yəni bunu çıxıb elə həmin ilk gündəcə klub rəhbərliyi məncə əziz tamaşaçılar, yəni çıxıb bir video müraciət eləyib, məsələni izah eləyib. Yəni belə bir məsələ var, kasa müraciət eləyəcəyik. İnşallah alınmaz, alınmaz da ki, yəni budur da, vəziyyət budur. Yəni çünki azarkeş də hər yerdən bir xəbər eşitdikcə fərqli apava yaradır. Yəni hər belə deyək də yerdən bir avaz gəlir, bir nə bilim biri fərqli arqument gətirir, digəri fərqli arqument. Yəni bu rəsmi elan edilmədikcə, klub rəhbərliyi tərəfindən bununla bağlı söz deyilmədikcə bu məsələ daha da böyüməyə başlayır. Sosial mediada daha çox müzakirə predmetinə çevrilib. Yəni sən nə düşünürsən? Yəni çox əziyyət çəkdiniz, komanda olaraq həqiqətən, yəni 4 ildir, yəni yeni rəhbəri 2022-dən gəldi, səhv eləmirəmsə, 4 ildir komanda, yəni Avrokuboklara çıxmağa çalışırdı.
bunun üçün həm böyük vəsaitdə ayrılmışdı. Yəni necə deyim, yəni bunun üçün qarşımıza bir məqsəd də qoymuşduq. Keçən il bəlkə kubokun oyundan asılı oldu. Biz gedə bilmədik. Yəni sabah qalib gəldiyimizdə keçən il bəlkə onda da heç bilinmirdi belə bir hadisə olacaq. Bu il yəni deyirəm son oyuna kimi yəni düşünürəm ki, yəni belə bir şey olduğunu, yəni futbolçu olaraq yəni biz bilmirdik. Yəni bəlkə rəhbərlik, mən düşünmürəm rəhbərlikdə bəlkə də bilirdi. Bilirsiniz, olub bu 2022-də gələn rəhbərlikdir. Bu 2018-2019-da olub. Bəli, bunun necə proses olduğunu sözünüzə mən bilmirəm necə ola bilər. Yəni cəza necə verilməlidir, neçə müddətlik verilməlidir. Yəni futbolçular olaraq 3-cü yer tutdu komanda, yəni çox sevinirik. Yəni düşünürəm ki, yəni kollektiv olaraq komanda bunu da bir yerdə qeyd etdik. Yəni onda da heç bir şey bilinmirdi. Yəni düzdür, futbolçular kimsə gedəcək, kimsə qalacaq, belə şey yəni bilmirdik də. Yəni necə olacaq məsələn, amma necə deyim, həmin o 3-cü yerin zövqünü yaşırdıq. Yəni kollektiv bir yerdəydik. Sadəcə bir müddətdən sonra yəni belə bir xəbərlər çıxdı. İndi siz demişkən azarkeşlər də həqiqətən yazırdılar, soruşurlar nə olacaq, necə qalacaq. Yəni bəlkə dediniz deyər rəhbərlik bilirdi. Yəni vaxtda bizim məlumatımız yox idi. Bəlkə də deyirəm rəhbərlik də bilmirdi. Çünki yeni rəhbərlik idi. Ondan qabaqca olan bir proses idi. Bəlkə də məktub gəlmişdi. Necə olmuşsa deyirlər yəni UEFA məktubu göndərməlidir. Hərə bir söz deyir. Yəni yekunda qərar belə oldu. Həm necə deyim, düşünürəm bu il komandanın Avropa getməsi üçün yəni bazada birinci adamdan sonuncu adama kimi hər kəs yəni canla başla necə deyim bunu istəyirdi. Azərkeşlər də düşünürəm ki, futbolçulardan daha çox istəyirdi. Bəli. Amma qismət belə indi inşallah qarşıdakılərdə nəsib olar gedərlər. Məncə bu transfer strategiyasına da böyük ölçüdə təsir göstərdi klubun. İndi bu il məsəl üçün də komandanı uzaqlaşdırdılar. Bilmirəm, indi qərar 1 ildir. Biz də onu bilmirik. Hələ ki 1 ildir. Amma ki, yəni deyirəm, yəni komanda transferlər eləyir. Yəni görürsüz ki, yəni yuxarı yerlərə mübarizə aparır. İndi o qərarın nə vaxt veriləcək, necə olacaq, o qədər məlumatım yoxdur. Komandadan ayrılmışam, yəni düzdür, indi komanda yoldaşlarım var, əlbəttə saxlayır. Amma yəni onlar da bilmir ki, məsələn, cəza necədir, nətərdir. Yəqin ki, bu ictimaiyyətə özləri bildirərlər. Yəni inşallah az olar. Bir il bu ildən sonra yəni iştirak eləyərlər. Klub prezidenti Ehtiram Quliyev, o necə profildir? Düşünürəm ki, yəni birinci futbolla nəfəs alan biridir. 10 dəqiqə. Bəli. Yəni inanın ki, futbolçu ilə yəni komandanın prezidentində necə deyimsə, arada düzdür, komandanın prezidentində həqiqətən yəni komanda büdcə ayırır, futbolçuların nə problemi oldu, çalışır, birbaşa özü həqiqətən özü maraqlanır. Düşünürəm futbolçuya ən birinci prezidentdən əlavə qardaşı kimi yaxındırır. İnanın ki, yəni komandanın 4 il içində olduq, gördük də, yəni futbolçudan çox qardaş kimi yaxındır. Yəni çalışır, yəni çox doğmadan, yəni çox komandalar işləmişik, prezidentlər görmüşük də necədir, nəsə olur, amma yenə deyirəm ilk öncə futbolçunun yanında olur. Futbolçu yəni uduzanda da inanın ki, uduzanda da yəni komanda ilə dəstək olur ki, yəni qarşıdakı oyunlara görə deyirsən, yəni düzünü oyundan da futbolçu elədik, yəni mükafat verilir. Amma futbolçu ilə ki, onun o göstərdiyi sevgiyə görə çıxıb olmaq istəyir. Mənəvi görür ki, yəni bu göstərilən mənəvi dəstəyin fonunda düşünürəm onu, yəni orada yəni legioneri olsun, yerlisi olsun, yəni kimdən soruşsan, yəni hamı hər kəs eyni söz deyəcək. Amma çox təəssüflər olsun ki, bu mənim şəxsi fikrimdir. Onun ətrafında olan klub daxilində rəhbər vəzifələrdə təmsil olunanlar heç də onun belə deyək, münasibətinə adekvat cavab verməyiblər indiyə qədər. Mən həmişə demişəm, futbolda rəhbər postda yer alanlar təbii ki, yəni futboldan gələn adam da mütləq olmalıdır. Yəni futboldan gəlməyənlər, hansı ki futbolun təkcə 4 meydança və bir topdan ibarət olduğunu düşünən, belə deyək, bəzi düşüncəli adamlar bu günlərim çox təəssüf olsun ki, klubda rəhbər postlarda çalışırlar, vəzifələrdə çalışırlar və aylar öncə klub prezidentinin məlum zirə maçından sonra, Kubok Turan-Tovuz maçından sonraki o fərqli açıqlamasını əslində həmin adamlar, həmin o belə deyək, o emosional vəziyyətdə çıxışı, yəni əsəbi formadakı vəziyyətində o mətbuat qarşısına çıxmağına icazə verməməli idilər. Yəni necə də olsa müəyyən mənada maneçilik törətməlidirlər ki, sakit olun. Yəni belə deyək də bu məsələ elədir ki, bu məsələyə tam müxtəlif faktorla baxmaq olar. Çox geniş belə müzakirə olunası bir məsələdir. Ona görə də Turan-Tovuzda məncə Ehtiram müəllim çox dəyərli insandır. Klub prezidenti olaraq da, futbolu sevən insan olaraq da, amma məncə klubda peşəkar kadrların çalışması üçün daha çox
diqqət ayırmalıdır bu məsələyə? Düşünürəm düzdür. Ehtiram məmgil futbola bəlkə də yeni gəliblər də, bəlkə də futboldan ilk öncə futbol olublar. Amma yenə deyirəm, düşünürəm ki, yəni o komanda günü-gündən daha da professionallaşır. Daha da böyüyür, Qurban müəllim demişkə, qur böyüyür. Əlbəttə, yəni bu düzdür. Birdən-birə heç kim gəlib deyəməz ki, sən belə böyük bir komanda olmalısan. Yəni pillə-pillə hər şeyi görə, yəni necə ki futbolçu oynaya inkişaf edir. Yəni rəhbər hər şeyi görüb belə düşünürəm ki, yəni zaman keçdikcə böyük klublarımızdan biri olacaq. Aha. Eləsə gələk bu mövsüm bizi yəni biz artıq yəni rahat təhlil verə bilərsiniz digər klublar haqqında da. Sabahın çempionluğu, yəni Sabaha qarşı da bu mövsüm çox belə gərgin, maraqlı oyunları oldu Turan Tovuzunda. Bir futbolçu, futbol adamı gözü ilə, yəni Sabahın ötən mövsümki performansı və rəqib də bəlli oldu Çempionlar Liqasının təsnifat mərhələsindəki. Yəni necə görürsən Sabahını? Düşünürəm Sabah bu il çempionluğa layiq komandadır. Oynadığı futbol, göstərdiyi futbolla həqiqətən çempionluğa layiq komandaydı. Düz onlara qarşı bu 2 dəfə özüm də çıxış elədim. Yəni həqiqətən, yəni hücumlara, yəni rəqibə oyuna nazir baxırıq. Çox sürətli çıxırlar. Yəni həqiqətən yəni düşünürəm ki, yəni necə deyim, yəni bu kollektiv artıq var. Həmin kollektivi saxlayıb daha da gücləndirsələr, düşünürəm ki, bəlkə də Qarabağın uğurunu təkrarlaya bilərlər. Yəni mən onlarda potensialı görürəm. Həm məşqçinin əl işi, yəni həqiqətən göz qabağındadır. Yəni futbolçu baxan bilirsən ki, məsələn futbolçu necədir? Mən səhvimsə olan Solzaşki Puskas idi. O Puxaç. O gələndə birinci oyunu bizim qarşı oynadı, səhv eləmirəmsə. Biraz çəkisi var idi. Amma futbolçunun klassından bilirdin ki, bu futbolçu keyfiyyəti var. Yəni onu mən bizdə də uşaqlara oyundan sonra demişdim ki, yəni o bu komandaya çox kömək olacaq. Yəni həqiqətən görsətdi ki, yəni komandanın necə deyim, yəni arxasında apara biləcək futbolçu. Düşünürəm, yəni yenə deyirəm, yəni bəzi transferlər də eləsələr, bəlkə də Qarabağın bu ilki inşallah uğurunu təkrarlayarlar. Dambrauskas fərqi də tam fərqli. Əlbəttə, yəni məşqçinin yenə deyirəm, yəni ilk öncə dedim ki, məşqçinin əl işi görünür futbolçu, çünki orada futbolçularla danışırıq. Yəni inan ki, komanda indi olur da görüşürsən, rəqib komanda futbolçularla danışır, deyir, məşq sistemi elə bir məşq sistemi var. Həqiqətən, yəni futbolçu özü ləzzət alır. Müdafiə sistemi ayrı işləyir, hücum ayrı işləyir. Baxırsan ki, stadion hər yerdə iş gedir. Bəli. Yəni futbolçusunu həmişə onun müsabiqələrində oxuyuram. Həm futbolçunun ayağında vermir yerə, həmişə öz komandasını saxlayır da belə. Öz oyunlarına fikir verir. Düşünürəm ki, yəni onlar daha da yuxarı yerdə olacaqlar. Bir dönəm formasını geyindiyin Qarabağ klubu barəsində. Qarabağda hiss olunur ki, belə deyək, dəyişikliklər astanasındadır və bir sıra oyunçularla yolları ayırdı, yeniləri qəbul etdi. Qabıq dəyişdirir deyək, yoxsa bu sancılı dönəm çox uzunmu çəkər? Yəni çünki birdən-birə bu qədər dəyişiklik etmək. Qarabağ uzun müddət, yəni stabil vəziyyəti saxlayıb, yəni belə futbolçunun belə pik nöqtədə saxlamaq, futbolçunu belə stabil saxlamaq həqiqətən yəni böyük bir şeydir. Orada yəni məşqçinin işi həqiqətən böyükdür ki, yəni futbolçunu belə ideal vəziyyətdə saxlamaq. Futbolçu yəni elə bir şeydir ki, elə bir necə deyim, çətindir. Adam eyni səviyyə, bəlkə Avropada da məsələn çox professionalmı deyim. Yəni onlar saxlayır. Belə futbolçunu belə saxlamaq, eyni tempdə saxlamaq, yəni neçə ildir bu 10 ildən çox səhv eləmirəmsə hər il Avropada çıxış eləmək. Çempion Liqasında bu çıxış elədilər. Bəlkə də həmin o Çempion Liqası komandanı bəlkə də biraz da yordu. Ya elə olanda futbolçu olur, məsələn bu oyuna başqa cür hazırlaşırsan, sən Çempion Liqasında oynayırsan, Chelsea qarşı, sonra gəlib oynayırsan çempionatın reallıqla danışaq da. Yəni motivasiya olmaq çətin olur. Birdən-birə yuxarıdan gəlirsən həm ora, həm futbolçunun yorğunluqları, yenə deyirəm. Yəni indi bəlkə də futbolçularda, yəni orada komandada nəsə köklü dəyişikliklər eləmək lazımdır ki, bəlkə də futbolçu elə olur ki, neçə müddətdə oynayırlar, bəlkə doymuş olur. Yəni burada bir dəyişiklik olur. Yəni deyirəm, yəni o Qurban müəllim özü də görür, özü də hiss edir. Düşünürəm Qarabağda dəyişiklik olacaq. Bəlkə bu ildə nə bilim çempionluğa düzdür, indi Sabah oynadığı futbol həqiqətən çempionluğa yəni layiqdir. Bəlkə də çempionatda yəni çətin olacaq Qarabağa. Neftçi də gəlir burada. Neftçi də gəlir, həqiqətən Neftçi də yəni qışdan sonra çox gözəl futbol çıxış edir. Yəni yenə deyirəm, yəni bəlkə də Neftçi çempionatın əvvəldən belə başlasaydı tam fərqli olacaqdı. Qurban Qurbanov haqqında nə deyə bilərsən? Yəni bilirəm ki, o dövrdə onun istəyi ilə Qarabağa yəni transfer olmuşdu. Bəli, 2015-də. Sonra bəli, ayaq zədələr oldu və özü sonra oynamaq istədiyinə görə yaxınlaşıb nəsə belə bir dialoqun olmuşdu, səhv eləmirəmsə. Cavan vaxtı getmişdim. 21-lərdə oynayan vaxtlarında Qarabağda bir həqiqətən yəni elə böyük bir klubdur, böyük bir cəmiyyədir.
Orada forma şansı az qazanırdın. Yəni həqiqətən yəni, elə bir yaş dövrüdür ki, 21 yaş adam oynamaq istəyir. Yəni Qurban müəllim başında danışmışdım, məsələn oynamaq istəyirəm. Yəni o da izin vermişdi. Mən Gəncə getmişdim arenda 2 il oynamışdım. İcarəyə getmişdim, bəli. Ondan sonra Sumqayıt, sonra Zədə oldu. Sumqayıtda oynadım. Pək də yaxşı formaya çıxmaq. Yenə Zədə aldım. Yenə deyirəm, futbol həyatı yəni qaçılmazdı. Sonra təzədən Keşliyə gəldim. O vaxt Şamaxının bildim. Orada Azman kubokunu götürdük və ondan sonra 4 ildir Tovuz forması. Tovuzda. Bəli. Qurban müəllimlə bağlı nəsə maraqlı bir xatirəniz olub ümumiyyətlə? Qurban müəllim çox, yəni Qurban müəllim yəni çox disiplin adamdır. Həmişə orada ona mənə demişdi, çəkin falan qədər olmalıdır. Biz də birinci il idi səhv eləmirəmsə, biz o Twente-nə qrupa düşəmədik. İstirahət vermişdi. İstirahət demişdi, gəldim 2 gün sonra çəkim vardı. İndi orada istirahatə orada cərimələmişdi. Elə oldu ki, 2 gün həmin çəkini bir müddət aşağı saldım. Cərimədən endirim eləmişdi. Demişdim falan qədər bir müddət. Nə qədər cərimə idi? Qurban müəllim də həqiqətən elə şeydə disiplin alır. Çox nizam, intizam. Bəli. Yəni ona görə bəlkə də komandası, bəlkə də yox, elə ona görə komandası belə stabil qalır. Qalır, bəli. Məşqçinin. Və Neftçidə biz yüksəlişin şahidi oluruq. Artıq Neftçidə böyük ehtimalla önümüzdəki həftədən etibarən artıq bir o deyirlər transfer bombaları. Artıq yavaş-yavaş o bombalar belə deyək də partlamağa başlayacaq. Çox önəmli legioner transferləri həyata keçirir, danışıqlar gedir və bütün transferlər də Yuri Vernidubun nəzarətindədir. Onun istədiyi oyunçuları alır. Rüfət Abbasovu transfer elədi Şamaxıdan yenidən öz oyunçusu, zaten Neftçini yetirməsi idi. Yenidən qaytardı. Rüfət Abbasovla bağlı planı daha yüksəkdir ki, yəni bu futbolçunu ən yüksək yəni səviyyəyə qədər çatdırma potensialı yüksəkdir. Neftçinin ikinci komandasından təlim məşq toplanışına yenə futbolçular cəlb eləyib, 1-2 futbolçu cəlb eləyib. Yəni onları da yoxlayacaq, sınayacaq əsas komandaya qazandırmaq adına. Ümumiyyətlə oyun planında nə kimi bir futbolçu baxışı ilə, nə kimi dəyişikliklər görünürdü Vernidubdan sonra? Mən düşünürəm ki, Neftçidə həmişə elə bir parçalanma var idi. Yəni futbolçuda bir kollektiv yox idi. Əvvəlki inam yox idi, kollektiv yox idi. Düşünürəm, mən ilk öncə necə deyim, əsas o kollektivi bir yerə yığmağı bacarım. Kollektiv güclü olandan sonra, yəni bəlkə sənin heyətin zəif ola bilər. Zəif ola bilər, amma o zəif heyətlə nələrsə edə bilərsən. Yenə deyirəm, qışdan sonra həqiqətən Neftçi oynadığı futbol həqiqətən göz qamaşdırırdı. Yenə deyirəm, yəni bəlkə də mən Neftçidə bu dəqiqə oyunlarda məsələn ən çox Emil Səfərov bəyənirəm. Yəni o bir müddət oynamırdı, baxırdım futbol, amma Vernidubdan sonra həqiqətən yəni oyun üslubu, oyun necə deyim sənə, çox bəyənirəm o futbolçunun oyununu. Yəni müdafiə ilə yarım müdafiə arasında bağlantını çox yaxşı. Yaxşı deyil. Deyirsən ki, oyunda məsələn hücum gedəndə necə deyim, gəlir cərimə meydançasına isə girə bilər futbolçu. O futbolçu necə mən həmişə analiz edəndə Emin Mahmudov da o şey görmüşdü ki, məsələn sən hücumçularla oynayırsan, amma necə gəlir ikinci zonada girir, tutmaq olmur da. Yəni sən hücumçularla oynayırsan, gəldi burada. Dəstək kimi geridən dəstək. Emin Səfərovda həmin şeyi görürəm. Rüfət Abbasov Şamaxıda həqiqətən, yəni bu 2 ildir səfəmsə oynayır, arda-arda oynayır. Bir eşitdiyimə görə həqiqətən hər 12-13 kilometr qaçan futbolçu. Yəni onu eşitdiyimə görə həqiqətən çox qaçır. Yəni indi əvvəlki dövrdə də gözlə baxırsan, indi taktiklə hər şey görsələr ki, nə qədər qaçırsan, nə edirsən. Bildiyimə görə hər oyun minimum 12 kilometr qaçan futbolçu. Düşünürəm çempionatda yəni belə futbolçular azdır. İnşallah yəni cavandır, gəncdir. Yəni millidə bu dəqiqə yəni həm milli komandada kömək edə biləcək futbolçudur, həm Neftçiyə düşünürəm yəni xeyir olacaq. Gələcək legioner transferlərdən də çox şey asılıdır. Yəni nə qədər yəni düzdür. Bəlkə Tovuza deyirik, getmədi Avrokuboklara, amma Avrokuboklara çıxış edən komandalarımız istəyirəm ki, hamısı inşallah uğurlu çıxış eləsin. Ölkəmiz üçün, hamısının bütün komandalarımızın uğuru, ölkəmizin uğurudur, hamımızı sevindirir. Elə dediniz milli komanda üçün, milli komanda ilə bağlı danışmaq istərdim. Son yoldaşlıq görüşlərindən sonra Ayxan Abbasov yəni tənqid olunmağa başladı artıq. Yəni azarkeşlər başladılar, yəni Ayxan Abbasov bu nə oyunlardır və s. Amma futbol belə deyək prizmasından yanaşdığı, daha dərin yanaşdığı görürük ki, yəni o seleksiya eləyir. O yoldaşlıq görüşlərində mövqelər üzrə hər bir futbolçunu 2-3 mövqedə oynadırdı, müəyyən o yoxlanışlar edir ki, onun bəlkə oradan faydalı iş əmsalını daha yüksək ala bilsin. Ayxan Abbasov
yəni çalışmısınız. Bəli, bəli. Yəni Sumqayıtda çalışmışıq, Trantorda da çalışmışıq. Çox yəni onun çalışma şəkli və onun bugünkü gündə milli komandanı o yükü qaldıra biləcək düzdür, mütəxəssis deyə bilərikmi? Milli komandada yəni işləmə həqiqətən ağırdır. Hər kəs səndən birdən nəticə tələb edir. Orada da milli komandada futbolçular daim komandasında olur. Düzdür, milli komanda məşqçiləri maraqlanırlar, məşqlərə baxırlar, görürlər hansı formadadır, hansı vəziyyətdə danışırlar məşqçilərlə, amma gəlirsən milli komandada oyunlara az qalır, sən bir həftə, 5 gün vaxtın olur, sən orada nə yükləmə verə bilərsən, nə fiskasını artıra bilərsən. Yəni böyük bir məsuliyyətli işdir. Yəni Ayxan müəllimlə biz Sumqayıtda da işləmişik, Tovuzda da işləmişik. Yəni Ayxan müəllim də öz futbolçunun ən yaxşı düşünürəm ki, futbolçuya motivasiya verməsidir. İnanın ki, yəni futbolçu bacardığının 100% həmin o motivasiyasını 200%-ni verir orada. İnanın, biz birinci il Tovuzda yığılan vaxt hələ birinci Ehtiram müəllim heç bizdə komandada gəlmişdi. İlk Savaylı məğlub etmişdi səfərdə. Səfərdə, bəli. Yəni Ehtiram müəllim qışdan qabaq gəlmiş. Yəni büdcəmiz elə də böyük bir büdcə də yox idi. Yəni 2 dənə legionerimiz var idi. 2 dənə Gürcüstan futbolu, amma futbolçuların o təzə gələn vaxtları Ayxan Abbasov Ehtiram Quliyev deyildi klub prezidenti. Bəli. Yəni büdcəmiz bir o qədər deyildir. Yəni reallıqla danışaq, o futbolçularla elə futbol oynadırdı, elə istəkli komanda yaradırdı. Yəni deyirəm, yəni baş məşqçiyə düşünürəm ki, milli komandada uzun müddətli vaxt vermək lazımdır ki, yəni bir ilə sən gəlib reallıqla danışsan, komandanı Avropa çempionatına çıxarda bilməyəcəksən də. Yəni onu get kimsən gətir, Qvardiolonu gətir, o gəlib səni bu dəqiqə apara bilməyəcək. Bunun üçün milli komanda inkişafı üçün yenə deyirəm, yəni uşaq futbolumuz gəlməlidir, məktəblərimiz olmalıdır, futbolçu aşağıdan yetişməlidir. Bu dəqiqə yəni reallıqla danışanda elə böyük akademiyalarımız yoxdur. Bəli. Yəni futbolçularımız yoxdur. İnşallah yəni deyirəm, yəni mən futbolçu dostum vardı, o bir müddət Gürcüstanda oynadı. Mən danışırdım orada, məsələn, akademiyalar necədir? Deyir, var, akademiyalar var, amma futbolçular çalışırlar xarica çıxmağa getsinlər. Legioner həyatı yaşasınlar. Yenə deyirəm, yəni inşallah bizim futbolçular da biz də istəyirik ki, özümüzə legioner həyatı yaşayaq. Legioner futbolçular, amma yenə bəzən elə şeylər olur ki, çıxışlarımızda bəzən problemlər olur. Yəni reallıqla danışanda məsələn Gürcü pasportu olsun, Azərbaycan pasportu, məsələn Özbək pasportu olsun, birinci onlara baxırlar, sonra bizə baxırlar. Reallıqla danışan. Yəni deyirəm, milli komandada yəni Ayxan Abbasovun amili mənim düşünürəm ki, yəni vaxt lazımdır komandanı yığmaq üçün, yəni böyütmək üçün vaxt lazımdır. Yoldaşı görüşlərinə gəlincə də yəni burada yoldaşı görüşlərində bəzən deyirlər nəticə lazım deyil. İndi yenə deyirəm, yoldaşı görüşüydü. Orada yəni baş məşqçi, yəni futbolçuları yoxlayırdı. Qarşıda Səfər Millətlər Liqası var. Həmin kimi Millətlər Liqasına hazırlaşmaq üçün də. Yenə deyirəm, yəni baş məşqçinin də əlində də geniş heyət də yoxdur. Reallıqla danışaq, yəni yerli futbolçu çempionatda həm az oynayır, həm legionerimiz azdır. Yəni baş məşqçinin əlində kasatdır. O da çalışır ki, bir futbolçunu haralarsa yoxlasın ki, səhər oyunlara çıxanda yəni nəsə eləyə bilsin. Yenə deyirəm, yəni Ayxan müəllimə vaxt lazımdır. Yəni inşallah milli komandamıza xeyirli düşərli olar. Yəni legioner məşqçilərimiz də olub, çox olub. Yəni yerli məşqçilər biri şans versə daha yaxşı. Məsələn, legioner məşqçilərindən biri Fernando Santos idi. Gələndə demişdi ki, 2028-də Azərbaycan millisi Avropa çempionatının final mərhələsini aparacağam. Hələ heyətlə tanış olmayıb. Ölkə futbolunun də xarakterinə bələd deyil. Yəni təyyarədən enib gəlib mətbuat konfransına deyir 2028-ci ildə biz Avropa çempionatına gedəcəyik. Aparacağam. Yəni onun dövründə də milli komandaya dəvət almışdın. Çağırdı, bəli, onun dövründə. Onda nə üstünlüklər var idi? Var idi mi? Yəni düzdür, futbolda karyerası olub. Bəli, aydın məsələdir. Yəni Portuqaliyada nəticə qaldı. Avropa çempionatı. Millidə yəni elə də çox vaxt olmursan ki, yəni o çempionat bir həftə, 5 gün bir yerdə olsan, oynadın, sonra getdin. Yəni elə çox onun məşq sistemini görə bilmirsən. Yəni çünki sənin elə bir məşq sistemin ki, mən çempionatda bilirsən ki, bu məşqçinin sistemi necədir, amma burada gəldin 3 gündən sonra oyuna çıxırsan. İddialı danışırdı, yəni demişdi, yəni çıxardacağam, amma yenə deyirəm, yəni bu dəqiqə elə bir reallıqla futbolçular da gülür də. Futbolçular yox, ən əsas yəni deyirəm, futbolçulara həmişə deyirəm. Bu nə danışır? İnam, necə deyim, futbolçular bəlkə də inam vermək istəyirmiş. Amma gülməli gəlirdi də. İndi reallıqla danışanda, yəni bu dəqiqə üçün yəni bizim orada oynamağımız real deyil. Ha, əlbəttə, reallıq var. Reallıq var da, yəni futbolda reallıq var. Deyəcəyim, yəni bizim uşaq məktəblərimiz yəni həddindən artıq azdır. Yəni reallıqla yəni oynadığımız çempionatda bəzi stadionlar sintetikadır. Yəni yenə deyim, futbolçunun inkişafı üçün böyük bir şeylərdir. Yəni problemlər çoxdur, əlbəttə. Və Şəhriyar Əliyev futbolçuluq dönəmi başa çatandan sonra ümumiyyətlə özünü gələcəkdə futbolda hansı sektorda görür?
Məşqçi kimi görür, ümumiyyətlə Bəlkə idman direktoru kimi baş- görür. Baş məşqçi kimi biraz çətindir həqiqətən. Bəs bilirəm, sən biraz çətindir. Yəni belə deyək də, çox belə ürəyi yumşaq insansan xarakter olaraq. Yəni baş o məşqçi futbolsa, kimi, yəni baş məşqçi kimi, yəni gəlir bəlkə rəhmin olmamalıdır. Yəni danışan. Sən necə, yəni bir dəfə biz Tovuzda məşq edirdik, hələ birincilik idi. İnanın ki, yəni zbor çempionatdan əvvəl zbor məşqçisi. Bəli. Ayxan mənə bir məşq vermişdi. İnanın ki, fiziki məşq dönmək gəlirsən, elə ki bitirsən, təzədən 30 saniyə təzədən başlamalısan. İnanın ki, o elə ki 6 dəfə eləməlisən bunu. Bütün polo ərzində olur, stadion ərzində olur. Bəli. Gəldim bura satımız birinci başlamışdım. Gəldim satım Ayxan mənim durdu. Baxdı elə bilə futbol oynamaq asandır, ya məşq salmaq asandır. Həqiqətən, yəni çətindir. Yəni məşqçi işləmək də mən düşünürəm bəlkə ikinci məşqçi ola bilər. Bax məşqçi çox həm stressli olur, həm oyunda. İnanın ki adam məsələn skameykada oturanda da görürsən ki, baş məşqçinin oyunda çəkdiyi, məsələn, oyunda adam o qədər hiss eləmir. Amma oturanda skameykada görürsən ki, baş məşqçi həm oyuna baxır, həm məsələn oyunun oyunçunun dəyişikliyidir. Yəni böyük bir stressdir. Yəni o bəlkə də o köməkçilərin işi daha çətin olanda. Yəni köməkçilər əlbəttə ki, köməkçilər daha həmin vəziyyətdə çünki məşqçi oyuna konsentrə olur. Bəlkə də fikir verə bilmir ki, hansı dəyişiklikdə səhv olur. Yəni köməkçi məşqçinin orada böyük bir amili var. Bu gün Turan Tovuzda, yəni stoper mövqeyində, yəni indi təbii ki sən də ayrıldın. Legioner transferi mi daha uğurlu olar yoxsa yerli stoperlərdən bu gün yəni bəyəndiyin kimlərdir Azərbaycanlı olaraq? Bu dəqiqə 3 dənə yəni orada legioner stoper var. Düzdür, biri də dünya çempionatında, düzdür, oynamışdı millilərdə. Düşünürəm, yenə deyirəm, yəni stabil, yəni bu il çempionatda düşünürəm həmin stoperlər bir yerdə oynadılar. Bəlkə də indi yenə deyirəm, yəni onun baş məşqçisi özə baxır. Yəni düşünürəm ki, əgər komanda Avrokuboklara getsəydi, belə legioner gətirəcəkdi. Bəlkə də indi yenə legioner gətirəcək, yeri gətirəcək, bilmirəm, amma Təlim məşq toplanışda 3 gün çəkir. Yəni komanda düzdür, qərar çıxmamışdı. Yəni ayın səhv eləmirəmsə 11-i, 12-si burada həkimdən keçmişlər. 13-ü elə bil ki, komanda getməli idi. Plan beləncə. Çünki biz keçən il çempionatdan komanda gələnməmiş. Birinci baş məşqçi gələndə çox tez yığmışdı komandanı. Çünki baxırdı futbolçulara, yenə deyirəm. Yəni indi yəni əslində 23 oynamalı idi. Səhv eləmirəmsə. Yəni orada düzdür, vaxt var idi, amma yenə deyirəm 13-dən getmək istəyiblər. Düşünüblər bəlkə də qərar xeyrinə olar, amma olmadı. Yenə deyirəm. Geri dönüblər inşallah. Bir amma iyul ayında, Lığda. Səhv eləmirəmsə iyul əvvəli yaşayacaqlar. Məncə Şəhriyar Əliyevlə bağlı tamaşaçılar siz də öz fikirlərinizi rəy bölümündə yazarsınız. Şəhriyar Əliyev elə bir profilli futbolçudur ki, yəni konkretdir. Yəni bəzi məsələlər var ki, yəni bilirsən ki, yəni çox hadisə bilir. Başına milli komandada da olsun, Turan Tovuzda da çox maraqlı hadisələr gəlir, amma bunu hələ ictimaiyyətə açıqlamaq istəmir. Bəlkə də futbol həyatı bitəndən sonra bəlkə nəsə demək olar indi. Bilmək olmaz da, sabah bilsin nə olacaq. Dərin təşəkkürümü bildirirəm Şəhriyar. Çox sağ ol. Vaxt ayırdın, gəldin. Gedəcəyin klubun heç olmasa ölkəsin bir denə. Yəni azarkeşlərlə maraqlı olur. Mən danışmışıq. Yəni düz Özbəkistana deyilmişdi. Özbəkistan. Yəni danışıq gedir. Hər şey ola bilər. Ola bilər, olmaya da bilər. Yəni 25-i, 26-sı getməliyəm. Buradan da çox təklif var. Buradan da düz danışdığımız klublar var. Amma bəzən olur ki, adam razılığa gələ bilmir. Nələrsə qalır, nələrsə gedir. Ona görə inşallah 25-26-sı 26-sı tam dəqiq bu. İnşallah. Biz də uğurlar arzu edirik və ümid edirik ki, karyeran uğurlu alınar. Yəni legioner həyatı yaşayarsan, mən özüm şəxsən futbol jurnalisti kimi hər zaman çalışmışam ki, yerli futbolçularımız legioner həyatı yaşasınlar. Legioner həyatı tam fərqli bir səviyyədir. Və ümid edirəm uğurlu alınar. Hər şeyin nə xeyirlidirsə sənin üçün olsun. Həqiqətən də səndə bir kapitanlıq keyfiyyətləri, xarakteri, xüsusiyyəti var. Bunu komanda yoldaşların da hər zaman deyiblər, bildiriblər. Odur ki, uğurlar diləyirəm. Çox sağ ol, vaxt ayırdın, gəldin. Dərin təşəkkürümü bildirirəm. İnşallah Özbəkistana gedərsən, qayıdarsan bir də verilişinizi dəvət edərik. İnşallah. Son olaraq tamaşaçılara və Azərbaycan futbol sevdalılarına nə deyərsən? İlk öncə təşəkkür edirəm. Çox sağ olun, dəvət elədiniz. Yəni çox həqiqətən xoş oldu. Azərkeşlərimizə inşallah yenə deyirəm, əsas odur ki, futbolumuz həmişə inkişaf eləsin.
Yəni fərqi yoxdur. Hansı yeri futbolçumuz oynayır, milli komanda oynasın. Əsas odur ki, azarkeşlərimiz sevindirsin. Çünki millət olaraq buna layiqik. Yəni bizə dəstək olan azarkeşlərimizə hər zaman təşəkkürümü bildirirəm. Bəzən olur ki, düzə rəyləri zad oxuyuruq. Yenə də hər birinə təşəkkür edirəm. Bəlkə həmin rəylərdən nəsə dərslər keçirik. Öyrənirsən ki, yəni beləcə bilmək olmaz. Olmaz. Azarkeşlərimdə də hər kəsə təşəkkür edirəm. İnşallah o gün olsun milli komandamızda Avropa çempionatına, dünya çempionatına iştirak etməyə nəsib olsun. Hər kəs sevinsin gör. Çox yaxşı dualar, arzulardır. İnşallah gerçək olsun. İnşallah. İnşallah. Çox sağ olun. Çox sağ olun. Bəli, əziz dostlar, deməsən olmur verilişinin növbəti buraxılışını təqdim etdik. Qonağım isə Azərbaycan futbolunun tanınmış simalarından futbolçu, kapitan deyərdim. Mən hər zaman müraciətimdə kapitan deyə müraciət edirəm. Şəhriyar Əliyev idi. İnşallah onda karyerasında uğurlar diləyirik və yeni verilişlərdə görüşmək ümidi ilə hələlik deyirəm.